Çox məşhur ifadədir. Deyir ki, yazmaya bilirsinizsə, yazmayın. Yaz insan, yaz. Yazmayırsan kəlləm atıb yatacam. Ax. Ay. Yazacağım. İndiki çağda, indiki əsrdə bu smartfonlar, planşetlər, sosial şəbəkələr, virtual reallıqlar erasında yazmaq elə bil ki, gündəlik mexaniki bir vərdişə çevrilib. Demək olar ki, hamı hər gün nəsə yazır. Kiməsə nə bilim SMS yazırıq, adres sətrinə saytın ünvanını yazırıq, bloq yazırıq, sosial şəbəkələrdə kimsə bizə nəsə yazırsa ona şərh yazırıq. Bu belə peşəkar ədəbi iş. Yazanların hamısı sənətçi olmasa da, indiki çağın insanı heç bir epoxada olmadığı qədər hər gün çoxlu yazı yazır. Bu çağda yazmaya bilirsinizsə yazmayın sözü biraz elə bil ögey səslənir. Ancaq dünya ədəbiyyatında çox maraqlı bir sindrom var. Bu, Amerika yazıçısı Herman Melville'in məşhur əsəri Mirzə Bartlebyyə istinadən yaradılmış, yazmaqdan yaxud yazdıqlarını çap etdirməkdən imtina edən yazıçılarla bağlı işlədilən Bartleby sindromudur. Bu anlayışın oturuşması biraz da müasirimiz olan çağdaş İspan romançısı Enrique Villa-Matasa görə baş tutub. Onun Bartleby və çevrəsi romanı yazmaqdan ən müxtəlif səbəblərə görə imtina etmiş yazıçılardan bəhs edir. Əsərin qəhrəmanı Marcelo'dur. Marcelo səssizliyi seçən yazıçılar haqqında bir gündəlik tutmağa başlayır və bizim oxuduğumuz roman ortaya çıxır. Bu roman da esse gündəlik formasında yazılmış 86 qeyddən ibarətdir. Bu qeydlərdə Sokratdan Juan Rulfoya, Salingerdən Thomas Pynchona qədər yazmamaq qərarına gəlmiş, yazmaqdan imtina edilmiş bir çox sənətkarlardan bəhs olunur. Romanda ən maraqlı tarixçələrdən biri paranoya xəstəsi olan Perez haqqında əhvalatdır. Perez heç cür istədiyi kitabı yaza bilmir. Çünki hər dəfə işə başlamaq istəyəndə məlum olur ki, artıq onun yazmaq istədiyini hansısa başqa bir müəllif yazıb.